Hər kəsə salamlar. Bugün biz dinin təməllərinə biraz fərqli bir pəncərədən, qaydalar və metodologiya pəncərəsindən baxacağıq. Salam. Metodologiya deyəndə, yəqin ki, dini mətnlərin, xüsusən də Quran ayələrinin necə düzgün oxunub başa düşülməsini nəzərdə tutursan. Elədir? Tamamilə doğru. Biz buna İslam hüququnda üsul elmi deyirik. Üsul alimləri mətnləri analiz edəndə oradakı ləfsləri, yəni sözləri mənasına dəlalət etməsinə görə iki böyük qrupa bölürlər. Mənaları aşkar olanlar və mənaları gizli olanlar. Bəs bu aşkarlığın və ya gizliliyin öz dərəcələri varmı? Yoxsa hamısı eynidir? Əlbəttə var. Yer gəlmişkən, bütün bu təsnifatı İyad Əs-Süləmi özünün məşhur Üsul Əl-Fiqh kitabında 417-ci səhifədən başlayaraq çox gözəl və sadə dildə izah edir. Qələmlərlə sayaq. O qeyd edir ki, aşkar ləfslərin 4 dərəcəsi var. Möhkəm, müfəssər, nas və zahir. Nas sözünü keçən buraxılışlarımızdan xatırlayarlar. Amma istəyirsən bir daha dəqiqləşdirək. Nas tam olaraq nədir? Nas o sözə, o ləfsə deyilir ki, onu eşidən yalnız və yalnız bir məna başa düşür. Yəni onu sağı sola çəkmək, başqa cür yozmaq, təvil etmək qətiyyən mümkün deyil. Zahir isə odur ki, bir neçə məna ola bilər, amma biri digərindən daha aydındır. Aydındır, yəni məna qətidir. Bəs gizli olanlarda vəziyyət necədir? Yəqin ki, orada ixtilaflar daha çox olar. Özü də necə? Gizli ləfslər də 4-ə bölünür. Xəfi, müşkil, mücməl və mütəşabih. Gəl xəfi, yəni qapalı ləfsə çox həyati bir misal verim. Quranda belə bir ayə var. Oğurluq edən kişi və qadının əllərini kəsin. Ərəbcə burada səriq sözü işlənir. Bəli, yəni standart oğru. Amma ərəblər məzarları qazıb kəfən oğurlayanlara səriq demirlər, nəbbaş deyirlər. İndi fiqhi sual yaranır. Bu ayə məzar oğrularına da mı aiddir? Bax, bu üslubdakı bu xüsusiyyət mənanı biraz xəfi, yəni gizli edir. Alim burada xüsusi səy göstərməlidir. Çox incə bir detaldır. Sözün qrammatik fərqi hüquqi bir nəticə yaradır. Bəs müşkil ləfs nədir? Müşkil ləfs odur ki, ilk baxışda bir mənaya dəlalət edirmiş kimi görünür. Amma özündə onun əksini göstərən gizli bir məna daşıyır. Məsələn, Bəqərə surəsində belə bir ayə var. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi daxil olun. Buradakı istədiyiniz kimi ifadəsi bəlkə də yanlış anlaşıla bilər, düzdür? Bəli, oradakı ənnə kəlməsi çox mənalıdır. Həm məkan, həm zaman, həm də tərzi ifadə edir. Kimsə bunu oxuyub elə başa düşə bilər ki, qeyri-təbii cinsi əlaqə, məsələn, anal əlaqəyə də icazə verilir. Amma ayənin canı oradakı tarla sözündədir. Tarla nə üçündür? Məhsul vermək üçün. Deməli, buradakı daxil olmaq yalnız qadını hamilə edə biləcək təbii əlaqəni nəzərdə tutur. Sözün seçimi qadağanı öz içində gizlədir. Möhtəşəm bir təhlildir. Doğrudan da Quranın söz seçimi sıradan deyil. Bəs mücməl nədir? Mücməl odur ki, söz tamam fərqli iki mənaya gəlir və heç biri digərindən üstün deyil. Məsələn, boşanmış qadınlar 3 qur müddəti gözləməlidirlər. Oradakı qur sözü ərəbcə həm qadının heyz dövrünü, həm də heyzdən təmiz olduğu dövrü ifadə edir. Sən bunu yalnız o sözü deyənin əlavə izahı ilə başa düşə bilərsən. Bütün bu qəliz, amma bir o qədər də zəngin dil qaydalarından mən bir məntiqi nəticə çıxardım. Əgər bir məsələ dinin ən böyük əsasıdır, cənnət-cəhənnəm məsələsidirsə, o heç vaxt mücməl, müşkil və ya xəfi ola bilməz. O mütləq şəkildə tam aşkar, yəni nass olmalıdır. Hədəfə tam onluqdan vurdun. Bizim bu bütün üsul dərsini keçməkdə məqsədimiz elə bu məntiqi formalaşdırmaq idi. Bəs görəsən, imanın şərtləri Quranda nass olaraq necə gəlib və şiəliyin təməli olan imamət o nassların içində varmı? Gəl bu həyəcanlı sualın cavabını növbəti hissədə axtaraq.